Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Fatimete ve abiha ve ba'liha ve beniha ve sirril mustabda fiha bi adedi ma ihate bihi ilmuk. Salamlayıram hər birinizi əziz tamaşaçılar. Bəhsimiz xanım Fatimə Zəhra salamullahi aleyhanın həyatı haqqında idi. Qeyd olundu ki, xanım Zəhra salamullahi aleyha Bi'sətin 5-ci ilində Məkkə-i Müşərrəmədə dünyaya gəlmişdi. O həzrətin anası xanım Xədicə Kubra salamullahi aleyhadır. Xanım Xədicə salamullahi aleyhanın ən üstün cəhətlərindən də elə biri budur ki, o xanım Fatimə Zəhranın anasıdır. Elə bir şəxsiyyət idi ki, 11 imamın anası hesab olunur və bütün imamlarımız da nənələrinin xanım Xədicə salamullahi aleyha olduğu üçün iftixar etmişlər. Xanım Fatimə Zəhra salamullahi aleyhanın dünyaya gəlməsi barəsində müxtəlif nəqillər vardır. O nəqillərdən də biri bundan ibarətdir ki, əziz Peyğəmbərimiz Bi'sətin 4-cü ilində Əbtəh məntəqəsində Həzrəti Əli əleyhissalamla, digər Bəni Haşimlərlə bir dəstə insanlarla oturmuşdu ki, Həzrəti Cəbrail əleyhissalam nazil olur və bu cümləni Peyğəmbərimizə buyurur. Ya Muhammed, Əl-Aliyyul Ə'la yəqra'u ələykəs-səlam. Ey Muhammed sallallahu aleyhi və aleyhi və səlləm, uca və ali olan Allah Taala sənə salam söyləyir. Və huvə yə'murukə. O Allah Taala sənə əmridir ən tə'təzilə ən Xədicətə 40 səbahən. O Allah sənə əmr edir ki, 40 gün xanım Xədicədən uzaq olasan. Allah Taalanın bu əmri əziz Peyğəmbərimizə çox ağır və çətin gəlir. Bu baxımdan ki, xanım Xədicə salamullahi aleyhanı çox sevərdi. Onu bir gün görməsəydi, narahat olardı. Bu baxımdan əziz Peyğəmbərimizə necə deyərlər, çox çətin gəldi. Amma Allahın əmri, iradəsi olduğu üçün Peyğəmbərimiz bu ilahi əmri qəbul edir. Və qəbul etdikdən sonra Əmmar Yasirə bir məktub yazıb verərək deyir ki, bunu apar xanım Xədicəyə çatdır yenə. O məktubun məzmunu bundan ibarətdir ki, ya Xədicə, Peyğəmbərimizin xanım Xədicəyə o 40 günkü xanımı görməyəcəkdi, o günlərdə yazdığı məktubdur. Buyurur ki, ya Xədicə, la təzunni ənnə inqita'i ənkə hicrətün və la qila. Buyurur ki, ey Fatimə, ey Xədicə, təsəvvür etmə ki, mənim səndən uzaq durmağım səni, necə deyərlər, istəməmək üzündəndir və sənə mənim mehir, məhəbbətim azalmaq baxımındandır. Xeyr, belə deyil. Və lakin Rəbbi Əzzə və Cəllə əmərən bizalik. Bəlkə mənim Rəbbim bunu mənə əmr etmişdir. Bunun da səbəbi vardır. Bu Allahın əmridir, Allahın göstərişidir. Amma nə üçün Allah Taala belə bir göstəriş verib ki, 40 gün səndən uzaq olam? Liyunfizə əmrəhu. İstəyir, o öz əmrini, öz dəsturunu həyata keçirsin. Bunun bir hikmət və məsləhəti vardır. Fəla təzunni ya Xədicə illa xeyra. Ey Xədicə, bu barədə xeyirdən başqa heç bir şey düşünmə. Ağlına, yəni müsbət şey gəlsin. Mənfi şeyləri ağlığa gətirmə. Fə innəllahi əzzə və cəllə lə yubahi biki. Burada xanım Xədicə bir ürək dirək vermək üçün də Peyğəmbər bir cümləni buyurur. Deyir ki, ya Xədicə, bu barədə sən ancaq və ancaq xeyir işi fikirləş, müsbət cəhətlərin fikirləş və bunu da bil ki, Allah Taala sənin vasitənlə gündə bir neçə dəfə mələklərə mübahat edir. Səndən mələklərə fəxr edir ki, mənim bəndələrim arasında xanım Xədicə kimi bir şəxsiyyət vardır ki, Peyğəmbərə xatir hər bir şeyindən keçdi. Beləliklə 40 gün əziz Peyğəmbərimiz xanım Xədicədən uzaq olur və bu müddətdə ibadətə məşğul olur. Gündüzləri oruc, gecələri ibadət, namaz və müstəhəbbi təhəccür namazı və gecə namazı. 40 gün keçdikdən sonra yenə
vəhiy mələki Həzrəti Cəbrail nazil olaraq Peyğəmbərə deyir ki, ey Allahın Rəsulu, artıq xanım Xədicənin yanına getmək vaxtı gəlib çatmışdır. Elə bu barədə Həzrəti Əli əleyhissalamın bir hekayəsi var. Əli əleyhissalam buyurur ki, bu 40 gündə əziz Peyğəmbərimiz ki, gündüzləri oruç tutardı, gecə iftar vaxtı gəlib çatanda mənə deyərdi ki, qapını açıq qoy, kim gəlmək istəsə gəlsin, iftarı, axşam yeməyini mənlə yesin və bu təamdan istifadə eləsin. Amma 40-cı gün gəlib çatanda ki, Həzrəti Cəbrail əleyhissalam, Mikail əleyhissalamla birlikdə ki, behişt və cənnət meyvələrindən gətirirlər, oranın ruzilərindən, neymətlərindən gətirirlər. Əli əleyhissalam buyurur ki, Peyğəmbər mənə həmin gecədə əmr elədi ki, ya Əli, qapını bağla, bu təam məndən başqasına haram edilmişdir. Bu xüsusi Allah tərəfindən gələn təamdır ki, bunu yalnız və yalnız mən yeməliyəm və bu yeməyin behiş meyvəsinin nəticəsində Həzrət xanım Fatimə Zəhra Salamullah əleyhanın nütfəsi bağlanmalıdır və onun vasitəsilə xanım Zəhra Salamullah əleyha dünyaya gəlməlidir. Bu hadisədən sonraki iftar edir və həmişəki kimi Peyğəmbərimiz iftar etdikdən sonra istəyir ki, gecə namazını qılsın, ya müstəhəbbi namazını qılsın. Cəbrail əleyhissalam buyurur ki, xeyr, artıq bugün sən namaz qılmamalısan. Artıq gedməlisən xanım Xədicənin evinə. Xanım Xədicənin evin qapısını döyür və bu müddətdə də xanım Xədicə üçün də necə deyərlər, rahat keçmir. Xanım Xədicə Salamullah əleyhanın özünün bir sözü vardı ki, bu müddətdə mən artıq tənhalığa, təkliyə adət eləmişdim. Gecə yetişən kimi pərdələri çəkərdim, başımı örtərdim və namazımı, vacibi namazı, müstəhəbbi namazı qıldıqdan sonra yatardım. Amma bu gecə gördüm qapı döyüldü. Dedim ki, kimdir qapını döyən? Bu qapını Həzrəti Muhamməddən başqa sallallahu aleyhi və səlləm heç kim döyməzdi. Səda gəldi ki, İftəh ya Xədicə, ey Xədicə qapını aç, fəinni Muhammədun, mən Muhammədəm ki, gəlmişəm. Xanım Xədicə Salamullah əleyhanın öz rivayətidir, öz nəqlidir ki, həmişə Peyğəmbər elə mənim kənarımda olanda namaz qılardı, dəst namaz alıb namaz qılardı, münacət eləyərdi. Amma bu gecə o ibadətlərdən heç bir əsər əlamət olmadı ki, artıq Həzrəti Cəbrail əleyhissalam dəsturu vermiş ki, xanım Xədicənin yanına gedməlisən. Behiş meyvəsinə, həqiqətən bu 40 gün ki, Peyğəmbərimizə keçir. Bu 40 gün ərzində Allah Taala xüsusi olaraq Peyğəmbəri hazırlayır. O ilahi şəxsiyyət olan xanım Fatimə Zəhra Salamullah əleyhanın dünyaya gəlməsi üçün. Həmin gecədə münasibətdə olduqdan sonra xanım Xədicə Salamullah əleyhanın xanım Xədicə Salamullah əleyhanın öz kəlamıdır, buyurur ki, vəlləzi səməkəs səmaə və ənbəəl maə, and olsun o göyləri ucaldan Allaha, suyu yaradan və yerdən çıxardan Allaha ki, ma təbaədə ənnin nəbi, həmin gecə Peyğəmbər məndən ayrılmamışdan qabaq, hətta həsəstu bisiqli Fatimə fi bətni, ki, xanım Fatimə Zəhra Salamullah əleyhanın ağırlığını öz vücudumda mən hiss elədim. Bu da xanım Xədicə Salamullah əleyhanın nəqli idi ki, xanım Fatimə Zəhra Salamullah əleyha hansı formada və hansı şəkildə onun bətninə intiqal tapmışdı. Şeyx Səduq Əmali kitabında nəql edir, Müfəzzəl ibn Ömərdən nəql edir. Nəql edir ki, İmam Sadiq əleyhissalamdan soruşdum, xanım Fatimə Zəhra Salamullah əleyha necə dünyaya gəldi? Və həmin nəqli İmam Sadiq əleyhissalamdan nəql edəndən sonra ki, İmam Sadiq əleyhissalam buyurur ki, bəzi, demək olar ki, əksəriyyəti, o Qureyş xanımların, qadınların əksəriyyəti xanım Xədicə, Bəni Haşimin yetimi olan o zamanda Həzrəti Muhammədlə ailə qurduğu üçün xanım Xədicə ilə əlaqəni kəsmişdilər. Gedgəlləri demək olar ki, yox idi. Xanım Xədicə Salamullah əleyhada çox təklik və tənhalıq hissi keçirdirdi. O zamanda
ki, uşaq dünyaya gətirmək üçün istər-istəməz qadınların da köməyə ehtiyacı, yəni qadınların köməyinə xanım Xədicənin ehtiyacı var idi, digər xanımlar kimi. Amma xanım Xədicə çox narahat idi, çox nigaran idi. Hətta nigarançılığı bu baxımdan da var idi ki, Qureyş elə Peyğəmbəri də yaxşı qarşılamırdılar və xanım Xədicə həmişə demək olar ki, qəmli, qüssəli olardı. Amma xanım Xədicə salamullahi əleyhanın özündən rivayəti vardı ki, bu müddətdə mən qəmli, qüssəli olan vaxtda, bu artıq ilahi bir möcüzədir ki, vücudumda olan o mövludla, o necə deyərlər, vücudumda olan o uşaqla mən ünsiyyət tapardım. O mənə sanki dildarlıq verərdi, o mənə ürək-dirək verərdi, o mənim qəmimi, qüssəmi məndən uzaqlaşdırardı. Günlərin birində hətta bu məsələni xanım Xədicə Peyğəmbərə də deməzdi. Bir gün Peyğəmbər evə daxil olanda sanki hiss eləyir ki, xanım Xədicə kim iləsə danışır. Peyğəmbərimiz buyurur ki, ya Xədicə, mən tuhəddisin. Kimlə danışırdın evdə ki, bir şəxs yoxdur. Xanım Xədicə deyirlər ki, Əl-cənin əlləzi fi bətni yuhəddisunu və yunisuni. Buyurur ki, vücudumda olan, qarnımda olan bu uşaq ki, o mənimlə danışır və mənimlə ünsiyyətdədir. Əziz Peyğəmbərimiz ki, bunu bilirdi. Cəbrail əleyhissalam ona demişdi. Bunun davamında Peyğəmbərimiz buyurdu, ya Xədicə, haza Cəbrail. Ey Xədicə, bunu mənə Cəbrail xəbər verib ki, yübəşşiruni ənnəhə unsa. Cəbrail əleyhissalam mənə xəbər verib ki, o uşaq, qarnında, vücudunda olan uşaq, o qız uşaqdır. Və ənnəhən nəslətü tahirə. O, pak bir nəsildir. Əl-məymunətu. Bərəkətli bir mövluddur. Və ənnəllaha təbarəkə və təala səyyəcəlu nəsli minha. Allah Teala mənim nəslimi həmin o qız uşağından qərar verəcəkdir. Və səyyəcəlu min nəslihə əimmətən. Onun nəslindən Allah Teala imamları qərar verəcəkdir. Və yəcəluhum xulefəəhu fi ərzi. Öz yerində onları xəlifə qərar verəcəkdir. Bədə inqizai vəhyi. Vəhy tamam olduqdan sonra, yəni mən dünyamı dəyişdikdən sonra. Oxuduğum bu hədis Şeyx Səduqun Əmalı kitabının 593-cü səhifəsində nəql olunmuşdur. Əvvəlki xanım Xədicədən nəql olunan hadisədə Əl-İdədül Qaviyyə ya Əl-Ədədül Qaviyyə litəf'il məxavifil yevmiyyə 220-ci səhifədə. Həmçinin Bəharul Ənvar 16-cı cildin 79-cu səhifəsində də nəql olunmuşdur. Başqa bir məsələ də xanım Xədicə salamullahi əleyha xanım Zəhranı dünyaya gətirən vaxtı olmuşdur ki, burada da qeyri-adi işlərdən biri baş vermişdir. O da bundan ibarət idi ki, qeyd elədim xanım Xədicə uşağı dünyaya gətirəndə qadınların köməyinə ehtiyac var idi. Amma heç bir Qureyş qadınları xanım Xədicə salamullahi əleyhaya kömək etmək istəmədilər. Amma Allah Teala xanım Xədicəni tək qoymadı. Bu barədə hekayəni inşallah gələn verilişdə siz əzizlərin nəzərinə çatdıracağam. Və sallallahu ala seyyidina Muhammed və alihi tahiri.